seçmediler, ben dedim. Arkadaşlar nasılsınız? İyi misiniz? Gelmişik yeni evimiz deməyək, təmirdə olan evimizə. Baxmağa görək nələr baş verir, necə gedir. İşlər yolunda mı, değil mi? İndi sizə buraları da göstərəcəm biraz. Bu arada bu bizim pilləkənimizdir. Bunun altından geçən işıqlar gedəcək. Əsnat burada hər qalxıb düşdükcə işıqlar da onunla bir yerdə qalxıb düşəcək. Evet. Nasılsın Esnat? İyiyim, sen nasılsın? Ben de iyiyim. Nasıl Bugün ne gidiyor? çekiyoruz? Ne nirik? Bugün ne çekiyoruz? Bugün ne çekiyoruz bilmirəm. Başlamışam da gelişi güzel videoya. Gəlin sizə Əsnatın kombinini göstəreyim. Tam. Əsnat yeni köynəyini geyinib, qışqırtmada aldığımız və ona ən son aldığım pəmbiş şort eteği geyinib. Çox gözəl görsənirsən maşallah. Evler ofisine sürpriz yapmışım istemiştim. Hə, arkadaşlar. Bugün Əsnat, deməli dünəndən bu yana mənim dəhşətli dərəcədə çox pis ürəyim bulanır. Axşam hətta ağlayırdım, yəni qaytarmamaq üçün. Bilmirəm mədəm pozulub, bilmirəm qastritim təzədən tutub, bilmirəm nə problemdirsə. Axşam yemək yemişdim, qusmağım gəlirdi. Dedim yəqin çox yemək yemişəm. Səhər durmuşam, cəmi 2 tikə zavtırıb eləmişəm, yenə qusmağım gəlir. O Əsnat gördü mənim halım pisdir. Durdu, bütün evləri yığışdırdı, səliqəyə saldı, stəkanları yudu, özü də geyindi, bəzəndi, düzəndi, xanım xatın çıxdı çölə. Elə bir uşaq mənlə yaşıddı, yəni elə apardı özünə, həqiqətən halal olsun sənə. Əsnata yorumlarda bir aferininizi bekliyoruz. İndi ustalar geçsinlər, sizə evi gəzdirəcəm. Arkadaşlar baxın, bura mənim mətbəxim olacaq, burada xaladelnik olacaq, Əsnat. Evet, xaladelnikdir, mikrovolnovkadır, nə bilim fırındır falan, onlar olacaq. Bura Maşın olur. nə? Palyon maşın. Paltar, yox, burada qabyon maşın qoyacağıq, paltaryanı ayaq yoluna. Ben koyarım. Rabiyə heç orada qoymağa tənbəllik eləyəcək, inansan birbaşa gəlib. Qoy Rabiyənin qeybətini qıraq biraz. Əsnat, səncə evdə ən tənbəl kimdir? Rabiyə. Bəs Ben de yeter video. bəs yaxşı ən pinti kimdir? Meryem. Məryəm? Əksinə Məryəm ən pisixdir. Dayanmadan özünü, üzünü, gözünü, əlini, qolunu, hər yerini təmizləyir. Ben. Yox, sən Rabiye. qorxur deyir Rabiyə deməyə. Yaxşı, bəs səncə ən çox qıcıq eləyən kimdir? Rabiye. Yox, orijinal Məryəmdir. Rabiye ben çok gıcık aşkım. Həqiqi deyirsən, nədə qıcıq eləyir misal üçün? Əsnat. Nailə bebi gəldi həyata bax. Səni ümidləndirir, yoxdur, hə? Əsnat. Əsnat evləri yığışdırır. Aferin. Yox, mən yığışdırmışam. Evləri yığışdırıram. Afiş mən yığışdırmışam. Necədir? Amma tənbəl olub ha. Hə. Mən yığışdırmışam amma Öz üstünə götürür, hə? Çək ora. Qeybət zamanı. Uşaqlar Rabiyə deməyəsə bu danışdıqlarımızı aramızda. Lisə istədirsən, çatdırır. Arkadaşlar bura ayaq yoludur, hamamdır. Baxın buradan qapıdan içəri girəcək. Nə vaxtsa videolarda buraları hazır vəziyyətdə görəcəksiniz, edit eləyərsiniz. Qapı açılan kimi yekə bir dənə krantımız olacaq burada, yekə güzgüsü. Hə, otağa oxşuyur. İndi gəlin sizə bilirsiniz haranı göstərim. Mənim üçün bu evdə ən özəl olan yeri göstərim. Geyinmə soyunma otağı arkadaşlar. Bu evdə özümə geyinmə soyunma otağı düzəldəcəm. Gəlin gedək o otağa baxaq bir yerdə. Arkadaşlar burası da mənim geyinmə soyunma otağım olacaq. Əsini insən. Badberi götürüb gəlib. Yəni məncə bir geyinmə soyunma otağı üçün genişdir. Səhv deyirəm Əsnat. Neysə. Gedək o biri yerləri də gəzək.
Arkadaşlar burada yekə bir televizor düşünürük. Çox böyük. Aşkım bir eləmə qoy eşitsinlər bacını. Hardasa buradan ora kimi bir yekə bir televizor və televizor stendi eləməyi düşünürük. Burada oturma otağımızdır. Burada divanımız olacaq. Orada yemək masamız olacaq. Burada isə çox böyük bir televizorumuz olacaq inşallah. Məncə burada bayağı bir genişdir. Yəni indi bilmirəm kamerada nə qədər yaxşı görünür. Ah, partlatdı. Əslatdan öyrənmişəm o badberləri partlatmağı. Gərək gedək badberdən qəşəng dekorlar düzəldərik evdə. Uşaqlar, deməli, Cafe Life City-dəki o dekorlar var ha. O dekorlardan öz evimizdə düzəltmək istəyirik. Orada şeydir, Metropark filialında çoxlu buludlar, nə bilim, kalplər falan var ha divarda. Onları badberdən eləyiblər. Biz də düzəltmək istəyirik. Sizcə düzəldək, yoxsa yox? Bu arada bu pilləkənlərlə qalxanda ora uşaqların otağıdır. Bu tərəf yuxarı, bu üst isə mənim otağımdır arkadaşlar. Çox heyecanlıyam. Bu patlar. Partladım, ya partladım. Partladım. Bu arada dırnaqlarımı sökdürməyə gedəcəm arkadaşlar. Və artıq düzəltdirməyəcəm. Tırnaq serüvenimiz bitdi. Evin də hazır olması üçün çox heyecanlıyam, çox səbirsizlənirəm. Amma təəssüf ki, uzandıqca uzanır. Bu da balkonumuzdur arkadaşlar. Buranın təbii ki, düzəldəcəyik, kafel vurulacaq, kənarları belə şüşə balkon olacaq. Bura qəşəng stol qoyacağıq. Mətbəxdə bişir, gəl otur burada ye. Səhər dursan. Qəşəng balkon kahvaltısı. Sən səhər durarsan bura, yeməkləri düzəldərsən, qoyarsan biz üçün, biz də durarıq. Evet. Mən də düzərsin kimsə. Tamam, ikimiz eləyərik hamıdan gizdin. Rabia ilə Məryəmi çağırmarıq. Evet arkadaşlar, Şehriyar Eminiz de geldi. Ben bugün hasta olduğum için, daha doğrusu mide bulantı problemiyle boğuştuğum için. Bak gör, mən qızdırmam yoxdur Şehriyar. Boynuma el vur, boynum yanır. Elə bil var. Həqiqət desən. Nə var belə? Elə biləm böyle dərimdən işdilik çıxır çölə, elə hiss eləyirəm. Neyse arkadaşlar, bugün özümə, burnum işlədi. Bugün özümə mədəmə görə supcik pişirəcəm, supcik. Çoxdandır məni yemək pişirən yerdə görmürsünüz. Düzdür, pişirirəm, amma paylaşmıram. Ona görə bugün pişirdiklərimi birlikdə seyr edəcəyik. Uşaqlar da sup birdən yemək istəməsələr, toyuq qızardacağım, yanında kartoşka fri eləyəcəm. Gedək alışverişə. Evet. Məryəm yatmışdı, indi durdu. Məryəm, bismillah. Yatmamışdı. Yatmışdın. Yatmamışdı. Yatmamışdı. Üzünə qoya bilərsən. Peki, Onu deyir. sizlər fikirləşsiniz, sonra deyəcəksiniz, sən yatmışdın. Yatmamışdı. Mənlə telefonla oynayırdı. Yatmayıb da uşaq. Sən yatmışdın, xəbərin olmayıb. Mən də qabaqdaydım, xəbərim olmayıb. Bağışla mənim Məryəm, üzr istəyirəm. Ha yani. Haqqıma girdim. Gedək. Düşün. Gəldik marketə, meyvə tərəvəz bölməsinə daxil olduq. Uşaqlar, deməli, supun reseptini götürmüşəm. Ona uyğun indi alışverişimizi eləyəcəyik. Uşaqlar da mənə kömək eləyəcəklər. Nə edirsiniz qızım? Qarpızları niyə döyür? Düşədirsin. Bunlar bir sizlərdir. Nədir? Ölüm mələkləri. Ehtiyatlı olun. Deməli, bizim səbət daşıyanımız Məryəmdir. Məryəm olmayanda da əsnad daşıyır. Get götür turşivi. Marketə hər girəndə turşu istəyirlər. Məkkə gəlib. Mən bundan istəyirdim. Evdə özüm bişirim, özüm yeyim. Götürərik indi. Gəlin başlayaq alışverişə. Arkadaşlar, supumuzda bir dənə kök var, amma mən çox götürürüm. Çünki mənim qızlarım görən kimi tavşikə dönüşürlər. Hamısı kök yemək istəyirlər. Ona görə həm də vitamindir. Arkadaşlar, siz bilirsiniz ki, kök saçları çox qəşəng uzadır. Mənim saçlarım uşaq vaxtı anamla nənəm bu boyda eləyiblər. Elə o vaxtdan da belə qalıb saçlarım kök soku ilə. Hər səhər tezdən. Arkadaşlar, marketdə mahnı olduğu üçün aldıqlarımızı göstərə bilmədik. İndi Rabia sizə nə almışıqsa hamısını bir-bir göstərəcək. Göstər. Yox, çayla içməyə heç nə almamışıq. Sən demişdin bizə Dubai şokolatı düzəldərsən. Daha göstər görək nə almışıq.
Afişə tam qalmışım. Makyajımı silməyə. Termometr var Şəhriyar evdə. Bir gün qalmayacaq. Almalı. Sonra üzünü göstərmə. Şampun almışıq. 11 olsun. Daha sonra Aa. Başqa? Sunum. Nə? Nə sınıb? Yalan danışma. Qıtma. Gilas kompot almışıq. Mədəm xarab olandan sonra qazlı soklara bir aylıq əlvida. Bir ay yox. Bir ay. Yo, bir ay kompota yaltaqlanacağım, sonra yenə qazlı soklara. Güzel. İnanmırsınız. Ben inanmayın bir ay. Sonra. Bir gündən sonra içəcək. Daha doğrusu yarım saatdən sonra. Gilas. Aha. 300 liraydı. Yox, öküzün Ay ürəyi. yarım ürəyidir. Qardaşım. Sonra. Bostan. Aha. Çox ləngisən, tez ol biraz. Rem sıxıldı ye. Məryəmin başı boyda 2 dənə pomidor almışıq sup üçün. Sonra. Məryəm hamamdan çıx. Saat 8-dən durub bu dənəki siz ona deməyəsiniz ki, əlvi yuma. Saat 8-dən durub o mən durana qədər əlin yudu. O suyun səsinə durmuşam. Yaxşı, mən indi qadağan eləyərəm onu. Hamamı bir dənə qıfıl al burada, xahiş eləyirəm. Yer kökü. Kök. Boynuva da heç nəyi qoya bilmirik. Soğan. Soğan. Sarımsaq. Ay Allah, sarımsağı hələ görüb tanımır bu. Yadının üstü. Hə, bu neydi? Ət. Toyuq. 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 Sinə. Hə, toyuq sinəsi. Kartof. Aha. 3 dənə bazı kartof. Aha. Okay, bitti. Turşu. Hara bitdi? Göyərti. Bir də limon O yox idi. var idi. Arkadaşlar, xanımlar çox praktik və çox dadlı bir sup bişirəcəm. Siz də baxarsınız videoya. Gəlin oturun uşaqlarınızın yanında. İndi isə mən gedirəm, girirəm kuxnaya. Siz də oturun dincəlin. Nə? Bax, çörək. Çörək də almışıq. Bağışlayın, onu demədik əsas şey. Nə? Orada nağd. Oksörün mazı nədir? Bilmirəm. Orada nağd 50 manat, 20 manatla yanında da İslam turşuqlar. Onları da Nəysə arkadaşlar, mən gedirəm kuxnaya. Deməli uşaqlar, Əsnad mənə çəkməyə kömək eləyir. Mən də başladım supun malzəmələrini eləyəcəm. Rabiş sup içir, mən içirəm. Ancaq ikimiz içirik. Burada əti qoymuşam qaynamağa. Əti sonradan qatacağıq supun içinə. Kökü doğrayıram indi. Əslində reseptdə kökü bir dənə yazmışlar, amma mən 3 dənə eləyirəm. Dediyim kimi çox faydalı bir tərəvəz olduğu üçün ikisini soymuşam. Qalıb bir dənəsi. Bunları soyacağım. Sonra Əsnad arkadaşlar kamerana az qalsın xoşbəxt eləyirdi, əlindən yerə salırdı. Ona görə Rabiyə söhbətə giriş elədi. İndi üçüncünü soyuram. Deməli soğanı da, pomidoru da, kartoşkaları da soyacağım. Hamısını qatacağıq qazanın içinə, elə bir iksir düzəldirik. İndi baxarsınız. İndi sən onu saxla, mən bunlardan küçük belə soyum gəlirəm. Arkadaşlar meyvə tərəvəzləri soydum. Qazanın altını yandırdım. İlk öncə bir qaşıq kərə yağı atıram. Bu kərə yağını o qədər çox sevirəm. Qoxusu da çox gözəldir. Yağı hal-hazırda qazanın içində ərdirəm. Bunlar da soyub doğradığım həmin o tərəvəzlərdir. Meyvə didimi deyəsən bayaq çaşıb. İndi bunları atacağıq qazın içinə. Üstünə duz, istiot, sarı kök, bir də isti su ilə bulyon əlavə eləyəcəyik. Onlar orada bişəcəklər. Yəni düşünürəm ki, bu arada arkadaşlar 37 qızdırmam çıxdı. Qızdırmam 37-dir. Bilmirəm nəyə görə. Boğazım ağrımır, başım ağrımır. Sadəcə revmatizmam tutub ayaqlarım çox ağrıyır. O da yağış yağacaq ona görə. Qızdırmam nədən qaynaqlanır bilmirəm. Heç bir fikrim yox. Ona görə də ən azından faydalı sup eləyim. Özümü inandırım ki, bitəcək indi. Yağ əriyir bu arada. Qazanın içindədir. Bunları da yavaş-yavaş ataq. Ya Allah. Hoppa, aşıtdıq. Qazanımızın içi doldu. Gördünüz? İndi bunu qəşəng qarışdıraq. Üstünə duz, istiot, sarı kök. Duzumuz yoxdur. Şako! Ay Şako!
Vay, mən öldürəcək, marketdən indi gəlmiş. Şako! Ay Şako! VC-dədir, mədəniyyət ocağında. Bir dənə şeydir, aşağıdakılar yığın soruşun, görün duzları var. Şako! Ay Şako! Şako! Səndən deyiləm, mən xəstə qışqırdırsan məni. Ne oldu ya xəstə? Duzumuz qutarıb aşkım. Zibili çıxsın. Bak, olmalıdır. Yoxdur. Maşın bagajında duz var, gelin gətirin uşaqlar. Nə olar uşaqlar, bacaya gətirin də o duzu. Ədviyyatları da əlavə eləyirik yeməyə. Qoyuruq bişməyə. Axırda da üstünə qaynatdığımız bu toyuğu tikəlib tökəcəyik. Olacaq belə, baxarsınız nəticəsinə. Yenidən hello. Sevincəyəm çünki supumu yoluna qoydum. Çorbamız hazır arkadaşlar. 3 dənə də bura, bunun adı nədir? Maskur qoymuşam. Rabiyə, mən, Məryəm sup içirik. Boşqab deyil o. Boşqab da. Kasa. Boşqab necə olur? Boşqab o biri dərində. Amma boşqab bunu bilirdi. Yo, bu kasadır. Bədbəxtəm. Evet arkadaşlar, supumuz hazırdır. Üstüne biraz da göyərti tökdüm. Bunun içində, yəni bu toyuq supudur, amma başqa cür toyuq supudur da, yəni həmişəki kimi eləmişəm mən. Bunu TikTok'dan gördüm reseptini. Yox, pendirli deyil. Evet arkadaşlar, Bu pendir eləmişdik yadımda. yemək masasında görüşürüz. Görək uşaqlar bəyənəcəklər supu, yoxsa yox. Getdik. Məryəm necədir dadı Məryəm? Bəyəndin? Xoşun gəldi? Gözləməyə dəydi? İndi Rabiyə də dadım eləsin. Mən də baxım öz pişirdiyimin dadına. Baxın görün necə olub arkadaşlar. Duzsuz bişirmişəm bu yeməyi, təsəvvür eləyə bilirsiniz. Duz azdır. Deyil. Dadlıdır. Allah'ın dostun dadlıdır. Saçım pişirib salatası oldu ki. Ay, teşekkür ederim. Arkadaşlar, ne yalan diyeyim, yani özüm beğendim. Oh, ürəyim də bulanırdı, yəni məncə iyi gələcək bu mənə. Üçüncü cinsin gətirmişəm. Cin sənin də axı niyə götürmüsən? Dadına bax, fikrimi bildir. Arkadaşlar, mən özümü yaxşı hiss eləmirəm deyə bugün ev gün eləmişik, çıxıb gəzə bilmirik. Bəyəndim. Dada baxmadım. Bax da. İstədim. Özdə siz ikiniz də xəstəsiz, burnunuz axır neçə gündür. Boğazınız ağrıyır, yəni yaxşı gələcək. Bəyəndin? Həqiqi? Sözlər mükəmməl. Teşekkür ederim. Ağzımda O zaman da mükəmməl idi. bizə nuş olsun. Bunu bitirdikten sonra Şəhriyarla Əsnatın yeməyinə keçirəm arkadaşlar. Birinci öz mədəmi sağaldım. Bunların da boğazını. Evet arkadaşlar, Əsnatın yeməyi bişir hal-hazırda. Ona kimi bizə 4 ədəd belə bir məktub gəlib. Bir nəfər siçan bu məktubların ortasından cırıb. Xeyri olar Əsnat, niyə cırmısan bunları? Bizdən qabaq baxmaq istəyirdin. Heç ha bütün məktubları açıb baxıb dostlar. Allah. Əsnat, ilk olaraq bundan başlayıram. Görəsən bunları göndərən qız adını da yazıb ora. Bu nədir belə? Ay Allah. Sırğa. Ay. Yox, qolbaqdır. Əsl sən üçün qolbaq qoyub. Belə bir qolbaq. Piercing oxşar. Bir dənə də belə bir üzük qoyub. Buyur, bunlar Çox sənin. gözəldir. Çox gözəldir həqiqətən. Bu sep çox qəşəngdir. Arkadaşlar, tavşikli sep qoyub. Bu çox gözəldir. Həqiqətən. Teşekkür ederiz. Bunu kim koyup niye adını yazmayıp? Rabia senkini açıram, hazırsan. Dur. Rabia için sevimli, Rabia'nın sevimli her yerde işlətdiyi tokalardan koyup. Daha doğrusu qoluna taxdığı və sənin üçün belə rəsmlər çəkib. Öz əl əməyini göndərib. Ay Allah, necə düşüncəli izləyicilərimiz var bizim. Dur, burada bir şey yazıb. Yox, ürəklər çəkib sənin üçün. Siz mənə eləyirsiniz, uşaqlar onlardan eləyir.
Çok Bir şey deyim, mənim bağlamam ağırdı ya sizinkindən. Mənim sana. Bu Məryəmkisini də açım, ən axırda özümkisini. Bəs adımı niyə yazmamısan bunları qoyan qız? Məryəmə belə bir brelok hədiyyə eləyib. Məryəm oxşur. Məryəm oxşuyur elə Məryəm həqiqətən. uşaqlığı. Çox qəşəngdir. Belə ürəklər düzəldib. Bir də belə bir mələk. Aslana oxşatdım niyəsə. Məryəm sən böyük hədiyyə sabun. Aslan deyən kimi apardı, qaçırtdı. Dostlar, kim Məryəmə hədiyyə verməsi sabun versin. Xoş gəldiniz. Mənim bağlamam hamıdan ağırdır. Mən əminəm ki, daha gözəl şeylər qoyub mənim üçün. Əsnad buradan tırtıqlayıb qoy bunu çıxardım. Brent House-da bəyəndiyim salma qolbağı. istədi. Arkadaşlar, Brent House-da bəyəndiyim qolbağı qoyublar. Gedib alıb onu qoyublar. Çox təşəkkür eləyirəm. Bunu necə akıl eləmisiniz? Gör necə videoya diqqətlə baxıblar. Halal deyə. Puzzle. Arkadaşlar, bir tane də belə puzzle qoymuşam mənim üçün. Arxasını rəngləmiş. Çox təşəkkür ederim. Kaş məktubda qoysaydı bunu yazan qızımız. Amma bizə baxırsa bu gözəl məktublara görə çox təşəkkür edirik. Xüsusilə bu gözəl Gucci. əl işlərinə görə sənə çox təşəkkür. Bunu da atır. Bu nədir? Ya baxaq Bunu bir. da bitirən şey atır. Deməli, bunu oxumuşam. Deməli, içindən belə bir masmavi çox gözəl bir qolbaq çıxdı. İlk klokumuzun. Və qəşəng düşürəm. Balqabağa oxşamıram. Döyərəm səni pis çəksən. Belə bir stikerlər. Qabaq. Bunu saxlayın, ataya qışqırtma eləyəcək. Heç bir stikeri işlətməyək boşuna. Oha, çox qəşəng stikerlər qoy. Deməli, məktubumuz var içində. Yenə çox gözəl bir xətt. Ay Allah! Mənim takipçilərim niyə bu qədər savadlıdır? Allah sizin xəttinizdə mənə də versin arada. Salam Ofeliya bacım, necəsiz? Salam həyatım, yaxşıyıq, sən necəsən? Və Rabiyə, Məryəm, Əsad bacılarım. Şəhriyar əmi, sizləri çox sevirəm. Sizin bütün videolarınızı sevərək izləyirəm. Sizə abunəyəm. İstərdim ki, mənim adımı videoda çəkəsiz. Zəhmət olmasa adım Zəhradır. Abdullayeva Zəhra, mən sizi inşallah nə vaxtsa görəcəm. Şəhriyar əmiyə qışqırtmalar çox gözəl alınır. Yenə qışqırtmalar gəlsə gözəl olar. Zəhra, çox təşəkkür edirik bu gözəl hədiyyələrə görə, bu gözəl məktuba görə. Əmin ol ki, gələcək qışqırtmalar, narahat olma. Daha sonra Ofeliya xanıma çatacaq. Belə bir məktub gəlir. Salam Ofuş, mənim adım Əminədir. Annenin adı ilə adaşdı. Nə gözəl, çox sevindik buna. Mən sizi YouTube kanalından izləyirəm. Mən sizin bütün videolarınızı izləmişəm. Həyatım, çox sağ ol. Kəş ki, uşaqlar, bəs siz bizim bütün videolarımızı izləmişsiniz, yorumlarda yazın. Buna cavab yazanların, bütün yazanların Rabiyə kommentlərine like atarsan ki, qoy görüm axıra qədər oxuyublar, yoxsa yox, yaxşı? Ofuş, mən like atamıram. Niyə? Like atsam ola hardan biləcəklər, mən atmışım. Mənim səhifəmdən verəcəm telefonu atarsan. Kəş ki sizi görsəydim, kəş ki biz də səni görsəydik, bu gözəl məktubun arxasındakı qızı. Mənim adımı YouTube'da deyə bilərsiniz, Əminə, təbii ki, artıq demişik. Sizi çox sevirəm. Məryəmlə eyni yaşdayıq, 5-də oxuyuram, Ofuşun gülüşü, Rabişin tatlılığı, Məryəmin güzəlliyi, Əsinin gülər yüzlüyü, Rabiş, Məriş, Ofuş,Əsiş tatlı. Mən düzəltdim biləzikləri, hamısı əl işidir, sağ olun, Maçı Gucci. Dayan, belə başa düşürəm, bunun içində biləziklər var. Ana. Məsələnsə, çox qəşəng şeylər düzəldir. Baxmırsan içinə. Yox, mən baxmamışam. Yazıb ki, gizli oxu. Tamam. Videoyu oxuma, yəni. Salam Rabiyə, sən çox istəyirəm, canım mənim keşke görsəydim. baxın. Rabiş bunu sənə düzəldib. Əl işidir ya özdə. Özdə o gün R hərfli qolbaq istəyirdin Rabiyə. Yox, bu sepdir. O, əl işi düzəldib. Rabiyə, çox gözəldir. Belə bir kap var. Görsənir kamerada. Pəmbə görsən kameradan. Çox gözəldir.
Bir dənə də belə kalp qoyub sənin üçün. Bəs biz, Əminə, mavi rəng biləzik ofşundu, sep Rabişindir, Rabiş Əsin'indir. Yox, pəmbiş Əsin'indir, qara rəng Məryəmindir. Bu Məryəmindir. Üstünə melodi yapışdırıb. Məryəm, sən melodisən? Mən sinəmirəm. Halaldır, hamının xoşladığı şeyi də bilir. Gözlüyüm. Yenə ürək qoyub. Bunu Mərişə düzəldib. Öz aramızda ən böyük... Yox, qara dedi Əslinindir. Yox, qara Mavi Məryəm. Məryəm. Qara Məryəmindir. Qara. Ad üstündə. Və Çox sevindim. bu da Əsnatın qolbağı. Bəs mən... O bir mavi qolbaq sənindir. Mavi mənimdir. Bəyən, Hə, mavi mənimdir. Bax, deyib burada. Pəmbiş Əslinindir. Deyib bu mavi. Bu yox, bu mavi. Bu mənimdir. Pəmbiş Əslin. Bu pəmbiş rəngdə olan isə Əslinindir. Hamısında içinə ürək qoyub, halal olsun sənə. Amma özəlgət qolubu. Öz aramızda ən gözəl aksesuarı Rabiyyəyə qoymağın gözümdən qaçmadı ya. Bir də bizim üçün belə stikerlər qoyub. Çox qəşəng stikerlər. Çox təşəkkür edirik. Atan başına dediyi əsədamızı yapışdırıb Uşaqlar bağaja. kimindir bilmirsiniz? Sən. Yox, bunu kim qoyub? Yo, onu bilmirik. Üstünə adı yazsaq daha qəşəng olar. Məktubları gərək deyək hərənin öz məktubunu ayrı versinlər, bizə birləşdirməsinlər. Ofşa məktub. Salam Ofuş bacı, mənim adım Fatimədir. Səni və Şəhriyar əmini çox sevirəm. Biz də səni çox sevirik Fatimə. Bir ildir ki, sizin bütün videolarınıza sevə-sevə baxıram. Sizin fanatınızam. Ən çox da qışqırtmalarınızı sevirəm. Sonra deyirsiniz, niyə çox qışqırtma çəkirsən? Belə gözəl məktublar gəlsə, mən necə qışqırtma çəkməyim? Bu arada uşaqlar, Şəhriyara 2 dənə qışqırtma hazırlamışam. Yatıb qoy, rahat deyim. Get bir dənə qazın altını söndür də Məryəm yemək yanmasın. Şəhriyara 2 dənə güclü qışqırtma hazırlamışam. Bütün Azərbaycan, bax, qarant verirəm ki, o qışqırtmadan danışacaq. Sizə söz verirəm. Səbirli olun, iyul ayında gələcək, gələn ayda. Biraz təchizat lazımdır onun üçün, malzəmələr almışam. Ən çox da qışqırtmalarımızı sevir, amma Şəhriyar əmiyə qışqırtma edəndə ona yazığım gəlir. Kaş ki sizinlə Brent House-da görüşə bilərdim. Mərişi, Əsini, Rabişi çox sevirəm. Ən çox da Mərişimi sevirəm. Onun fanıyam. İstərdim ki adımı videoda deyəsiz. Videoda nömrəvi onu yapamam. Onu yapamam. Hələlik yazıb. Çox sağ ol Fatimə, bu gözəl məktuba görə sənə çox təşəkkür edirik. İçinə də bir şey qoyub. İçinə belə halqa sırğa qoyub arkadaşlar. Çox qəşəng. Məryəmin fanı olduğu üçün bu halqa sırğanı Məryəmə verirəm. Məryəm sevindi. Gəl aşkım. Hə, qoyuram bura, götürərsən. Daha sonra Arkadaşlar Kimsə- Ay. çok sevdim. kimsə bizim üçün 3 dənə belə ulduz... Bir dəqiqə, bu da krokonlandı, o da onlandı. Hə, deməli onda o qızdı bunu qoyan bəlkə də. Bəlkə də ayrı qız ya, Belə 3 dənə ulduz broşka qoyublar bizim üçün. Hərəsi biri bizindir. Daha sonra arkadaşlar burada məktublar qatışıb hədiyyələrlə. Yəni bu hədiyyələri indi açacağım hədiyyələri kimin göndərdiyini bilmirəm. Amma kim göndəribsə ona çox təşəkkür edirəm. Böyük ehtimal bu məktubunu oxuduğum qızlardan biridir. Belə bir broşka qoyublar bizim üçün. Kim istəyir? Mən. Hamımız. Bismillah. Aramızda bölüşdürərik. Belə bir qolbaq qoyublar. Çox qəşəngdir. Ay, buna ekstra bayıldım. Görün nə gözəldir. Daha sonra belə bir parfüm qoyublar. Bunun qoxusu çox qəşəngdir. Baxmısınız qoxusuna? Vurubları yüzü çox bilmişlər. Həqiqətən çox gözəl qoxusu var. Belə nə deyim, cüliyi verir. Bunu mən götürsəm olar. Səbdən baxım. Siz də istədiyiniz vaxt səpə bilərsiniz təbii ki. Çox qəşəng iyi var. Daha sonra bizim üçün belə gözəl... Yox, yox, bu o bir videoda atmışdı axı bunu. Həqiqi? Yenə də çox gözəl güldü. Belə bir zambaq qolbağımız var. Bu kim eləmişdirsə əl işi idi bu. Belə bu qara qolbaqdan bir dənə də var. Götürdün də səncə, bəs bunlara qalmasın. Elnarə Səkinədən Şəhriyar əmiyə, Ofeliya xanımə, Əsad Rabiyə, Məryəmə salamlarımızı çatdırırıq. Sizi izləyirik. Brent House-dan çek götürüb yazıblar. Təşəkkür edirəm.
Elnarı və Səkinə ikinizi də öpürəm. Zəhmət olmasa videoda oxuyun. Bunları anamın adaşıdır. Hə, birinci elə bildim anama yazıblar. Dur. Qızların məktub oxumağı xoşlamır, ona görə mən oxuyuram. Oxuyurlar, nəsə xoşuma gəlməyəndə, biraz kəkələyəndə canlarına düşünər ki, niyə yaxşı oxuya bilmirsiniz? Salam Ofuş, necəsən? Uyda, məktubun səliqəsinə baxın bir dənə. Deyirəm də, ən savadlı izləyicilər məndədir, həqiqətən. Bu uşağa dərs öyrədən müəllimənin də, ananın da, valideynin də əllərindən öpürəm, halal olsun. Salam Ofuş, necəsən? Şəhriyar əmi, Rabiş, Məriş, Əsis, siz necəsiz? Yaxşıyıq, Sunay, sən necəsən? Adım Sunaydır, 12 yaşım var. Rabiyə, sənlə yaşıddı, yazısına bax, Rabiyə. Yəni, Rabişin tayındayım. Mən artıq sizi 5 ay olar ki izləyirəm. Amma 5 ay olmağına baxmayaraq bütün videolarınıza baxmışam. Bu ən sevdiyim izləyici tipidir də. Videolarınız çox maraqlıdır. Bütün videolarınızı bəyənib yorum yazıram. Həm də sizə abunəyəm. Çox təşəkkür edirəm. Sunaydı hə. Ən böyük arzularımdan biri sizinlə görüşməkdir. İnşallah. Amin. Bizim də həmçinin. Bunu da deyim, bir qardaşım var. Əslinin yaşındadır. 3-cü sinifdə oxuyur. Sizi çox sevir. Biz də onu çox sevirik. O da mənim kimi bütün videolarınıza baxır. Sizdən bir xahişim var. Əyləncə mərkəzində gecə qala bilərsiniz. Biz ailəlikcə 2 il olar ki, Brent House-dan alışveriş edirik. Sizin orada alışveriş elədiyinizi bilib çox sevindim. Sizi çox sevirik. Maçi Məryəmin fanı. Bugün Məryəmin fanları boldu ya. Sunay, sənə halaldır. Daha sonra Ofeliya ailəsinə məktub gəlib, arkadaşlar. Oha! Neyləmişsiniz? Bütün məktəbi... Anası indi evdəki dəftərləri axtarır. Yazan Lamiyə. Lamiyə, sən neyləmişsən Lamiyə? Bunlar da məktubdur. Oha, yox, bunlar əl işlərdir. Salam Ofuşum, necəsən? Yaxşıyam Lamişim, sən necəsən? Mən səni çox, lap çox istəyirəm. Mən də səni həmişə də sevəcəm. Mənim arzum səni görməkdir, amma nəsib olmadı. Olacaq, narahat olmayın. Eybi yox, onsuz da siz mənim qəlbimdəsiz, canım, həyatım. Sən də bizim qəlbimizdəsən. Mən səni, Rabiyəni, Məryəmi, Əsnadı, Şəhriyarı, sizləri canımdan da çox sevirəm, ürəklərim. Biz də səni həmçinin, Lamiş. Həm də mən bacımla izləyirəm, adı da Damla. Biz sizi həmişə də izləyirik, siz bizim canımızsınız. Ofuş yaşamaq səbəbim. Mən istərdim bu məktubu videoda oxuyun, siz video qoyanda çox sevinirəm, həyatım. Çox təşəkkür edirəm. Xüsusilə yaşamaq səbəbim. Sən də mənim yaşamaq səbəbim. Yəni çox cilvələndim. Məryəm gənə. Məryəm, səni çox sevirəm. Nə yaxşı ki varsan, ürəyim. Belə bir şey hazırlayıb Məryəm üçün. Məryəm, bunları saxlayın. Vaxt gələcək. Qıcıq vallahi, niyə belə eləyirsiniz? Vaxt gələcək, bunlara baxıb duyğulanacağıq. Əsnad ürəyim. Əsnad üçün də düzəldib. Hə, əsnad var. Və sonuncunu açıram. Ofeliya, səni çox sevirəm. Nə yaxşı ki varsan. Bu da mənim üçün düzəldib. Rabiyə yazır. Rabiyə indi ürəyi döyüntü saatda dup. Mənə bəs, mənə yazır. Ya, arxada görünürdü qranandası. Eyni adamdan bir dənə də məktub var ha. Ofuş, Rabişə, Mərişə və Əsişə məktub, canlarım. Lamiyə, sən dayanmamısan ha. Məryəmə məktub. Məryəm, bu sənin məktubundur ya. Salam Məriş bacım, səni canımdan da çox sevirəm həyatım. Kaş mənim bacım olardın, sən onsuz da mənim bacımsan. Ay Allah, necə... Əsad, belə çıxır ki, biz heç kim istəmir. Evet. Salam Ofeliya bacı, mən sizi canımdan çox sevirəm. Nə yaxşı ki varsınız. Mən ən çox qışqırtma videolarını sevirəm. Nə zaman təzə video gəlsə sevincimdən uçuram və məndən Rabiyə, Məryəmə, Əsada, Şəhriyyə, Rəmiyə salam deyərsiniz. Maçi, Qucci və adlarımızı yazır. Sağ ol. Salam Ofeliya bacı. Lamiyə. Mən Aygün. Bu başqasıdır. Bu başqasıdır. Mən sizi həmişə görməyə arzulamışam, amma görmək nəsib olmayıb. Bu mənim sizə ilk məktubumdur. Daimi olsun inşallah. Mən bu məktubu sizə göndərəndə çox həyəcanlandım. Elə bildim ki, götürməzsiniz. Elə şey olar. Amma sizin elə gözəl qəlbiniz var ki, ağlıma belə
bilmirəm. Mən sizi atam, anam kimi sevirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizi tanımışam. Biz də səni bacımız kimi çox istəyirik həqiqətən. Ofeliya, Şəhriyə, Rabiyə, Məryəm, Əsnad, sizi çox sevirəm. Mən sizin videolarınızı öz dostumla izləyirəm. Bu arada bizi izləyənlər biri bacısı ilə. Rabiyə, nə edirsən? Buna ne olur? Rabiş, ne yapıyorsun? Ah aşkım. Arkadaşlar, Rabiyə götürdü. Biri kameranı əlindən salır, biri video çəkilə-çəkilə kamera qurtdalayır. Görün sizə necə çətin şərtlər altında videolar çəkirəm. Artık kameranın başına tutayım. Çox gözəl videolarımız var. Sizə çox təşəkkür edirəm. Öz gözəl videolarınızla bizi sevindirirsiniz. Mən sənə təşəkkür edirəm Aygün bu gözəl məktublara görə. Daha sonra bizim üçün dəftərdən kəsib belə bir şey yazıblar. İnşallah hədiyyələr bunu hədiyyələri göndərən qoyub. İnşallah hədiyyələr xoşunuza gələr. Ofuş, Rabiş, Məriş, Əsad, Şəhriyar. Hədiyyələrin sahibi budur, o parfümün sahibi. Kırmızı kutum da gönderip. Və içində belə bir gloss qoyub arkadaşlar. Özdə təp-təzədir. Onu diye ki Meryem'e koyup. İşlənməyib. Evet, ilk olaraq mən açdım və çox gözəl gloss qoyub. Arkadaşlar, çox gözəldir həqiqətən. Evet çok soğuk. Mənim glosslarım çoxdur, ona görə buna əl qoymuram. Uşaqlara verəcəm. Son 2 yazıdır, balacadır bunlar. Burada Xədicə və Fatimə yazılıb. O çekə məktub yazan qızlardır deyəsən. Salam Ofuş, necəsiz? Mənim adım Zəhra Abbasova. Videoda desəniz sevinərəm. Artıq dedik. Sizin bütün videolarınıza baxmışam. Sizi çox sevirəm. Biz də səni çox sevirik. Bağışlayın, hədiyyə verə bilmədim. Belə sözlər oxumayım. Bax, xoşum gəlmir belə şeylər. Mənim üçün ən böyük hədiyyə bax budur. Yıxılma. Çünki çox ani qərarla buraya gəldik. Mərişi, Rabişi, Əsişi və sizi çox sevirəm. 10 yaşım var. Mərişdən 2 ay böyüyəm. Nə olar videoda oxuyum, sizi sevirəm. Biz də Ay səni sevirik. Allah'ım Esra. Bir yekə kulok məktub bitdi arkadaşlar. Çox təşəkkür edirik bu gözəl hədiyyələrə görə. Nə baş verir? Nə oldu? Nə oldu? Nə oldu baxa bilirsən? Deyirsiniz, demirsiniz. Niye? Burada sizə də yazıblar da. Ay o Məryəm yazıb, ona görə qısqandınız. Məryəm, öz aramızda bu məktublarda sənin fanatların çox idi. Məryəmi döyürlər. Bu partiyada Məryəmin fanatları qan eləyirdi, qan. Niyə sənin də fanatların vardı? Ən gözəl sepil sənin üçün qoymuşdular. Evet arkadaşlar. En çok benim. Videonu burada sonlandırırıq. Çünki özümü yaxşı hiss eləmirəm. Biraz bugün gedim dincəliyim. İnşallah sabah daha enerjik videolarla, daha gözəl qışqırtmalarla, daha gözəl əyləncələrlə qarşınızda olacağıq. Sizləri çox sevirik. Bu videomuzda. Hə. Axırda tezdən qazansın. Əgər videonu bəyəndisə, Kanalımıza abunə olun, like atıb yorum yazın. Atatürk'ü kastı. Maçı kuçi nasılsınız, iyi misiniz? Bay bay.